Zabrat qəsəbəsində axşamınız xeyir olsun dəyərli izləyicilərimiz. Bu günlərim Zabratdayıq, 71 sayılı məktəbin yanında. Deməli, 5 sot torpaq sayəsində 3 mərtəbə belə bir villa məsələsi çıxır. 3 mərtəbə villa, 400 kvadratdan ibarətdir dəyərli izləyicilərimiz. Qapıda belə bir qəşəng qazon sayəsi, müəyyən qəşəng dekorativ ağacları. O ağacların qiyməti yoxdur da, İbiş. Şu deyək ki, bu tək bu ağaca 1200 manat verir ki. Bu ağaca 1200 manat verir. O var, yəni ki, setkası, yəni kanın Qiyməti nə edirsən dəyər? Əziyyəti, zəhməti, buralar beton katlavandır. Katlavandır, opşi spor, həyətin torpaq sahəsi. Evin ən çox ləzzət eləyən yeri hara oldu? Bax, evin içində qala-qala icarəsi var. Obyekti var. Bəli, 500 manat aylıq gəliri var. Buranın bir də katlavanı. İndi Var qardaş. biz bunu çəkirik, müştərilər o qoxunu hiss eləmir. Evin içində qaldın, düşkünəti var. Belə şəxsi tikili deyil, şəxsi tikili var. Buranı traktorla qazdırıb, bütün zbor katlavan verib, beton verib. Bəli. Sonra ev inşa olunur. Maşallah da yan yörəsindəki evlərdə göz qabağındadır da. 3 mərtəbədir. Bir şeylər də üstündə hədiyyə. 3 mərtəbələri var. Müəyyən əşyalar qalacaq evdə. Yəni super bir evdir, qardaş. Qiyməti çox münasib. Bina evin qiyməti 255. Allah. 255 minə belə bir əşyalı. Yıxmışdım. Əşyalı, super təmirli. İstəyir kombi. Burada birinci mərtəbədə mətbəxi. Mərtəbədə alasın monolit. Həm bir də həm iki də. Mətbəxi. Səni verənir. Ceyhun müəllim demiş. Sanitar qovşağa bax. Maşallah. Yəni hər mərtəbə arasında da həm monolitdir, əziz dostlar, həm də ki, birdən ikiyə, ikidən birə enmə məcburiyyətimiz yoxdur. Yəni sanuzeli, sanitar qovşağı var. İbrahim, hara getdim, Babeş demiş. Harada? Bəli. O bizim bəxtimizə, evdə əziz dostlar, deməli, yaydan yaya gəlib qalıblar. Görürsünüz ki, necə də keyfiyyətdir. Və bütün görülən işlərin hamısı fıstıq ağacındandır. Yəni, durub da nə bilim, 300 manatlıq, 200 manatlıq qapı deyil. Baxın, bu digər yataq otağımız. Evdə 4 dənə nə var? Balkon. Hərəsi, baxın, bu otaqdan da çıxa bilirsiniz, balkon hissəsinə. Və yaxud da digər otaqdan. Kimsə karta beyhatdır. Bu da balkon hissəsi. Keçək 3-cü mərtəbə dəyərli izləyicilərimiz. Mansar hissəsinə. Kalidor tipidir. Yaşanlar hamısı fıstıqdır. Çox. Buna bax, kimizə keçirik? Nə cırıltı var, nə bilmək. Yox, qardaşım. Başqa bir keyfiyyətsiz bir iş. Super, yəni. Kimizə ki, az çəkildə. Tamamilə mansar. Burada bir dənə bilyat qoyursan. Burada qəşəng dostlarımız var. Hə, valla. İstirahat et. Barına qədər də, əziz dostlar, baxın, hər biri var. Yəni, heç nəyə ehtiyac. Çox sakitlik, super. Hər 3 mərtəbədə 2 mərtəbənin balkonu var. Bəli, bəli. Qiymət 255 min start qiymətdir. Real azar gəlsin bu evdə. Mən bilirəm ki, İbrahim, real alıcı gəlsə sən bura qəşəng yendirmə elətdirəsən. Baxmayaraq ki, evimiz çox təzə satılır. Bu dəqiqə bu evi qurmaq üçün torpaqsız bəlkə bir 300 min pul lazımdır. 5 min beylə gəlsin. Real alan gəlsin 5 min beylə. Bu evin qiymətində biz endirim edəcəyik. İnşallah. Yəni razılaşacağıq. İnşallah. Allah Allah'ına da satana da əziz dostlar xeyir eləsin. 5 min beylə qoyuram. Yəni müəyyən qədər normal bir endirim olacaq bu evə. 255 mindən satışa çıxır. Düzdür. Sağ olun, sağ olun qalın. 255 min. Sağ olun.